Həzrəti Peyğəmbər Əbazərə nəsiyyət eləyir. Deyir ki, Əbazər, çox gözəl sözdür. Buyurur Əbazər, Ağud Rəbbək ki ennəkə tərahu. İnlə təkum tərah və huvə yərakə. Çox dəyərli, qiymətli sözdür. Deyir ki, Əbazər, ibadət elə Allahı. Bir cür ibadət elə bil ki, sən onu görürsən. Amma sən onu görmürsən. Bu gözlərlə ki, sən baxırsan, sən onu görmürsən. İndi ki, sən onu görmürsən, o ki, səni görür. Allahı o cür ibadət elə. İnsan əgər yəqinlik tapsa ki, Allah məndən buradadır. Allah məni görür. Mənim işlərimi bilir. Mənim zahirimi bilir. Mənim batinimi bilir. İnsan özünə çox hörmət qoyar. İnsan da zahirdə bücür, batində bücür, üzdə bücür, dalda bücür, o cür olmaz. Bu iki cürəlik ürəkdən hakidir. Ürəkdən əmr alır, dəstur alır ürəkdən. İnsanın yəqini olsa ki, Allah məni görür, mənim işlərimi bilir, insan xəlbətdə günah eləməz, insan hərama düşməz, insan həram fikirləşməz, həram danışmaz.